Qədir gecəsində oruç tutulur, yoxsa oyaq qalırlar? Ümumiyyətlə, nə etməliyəm, mənə başa sala bilərsiniz? Həm oruç tuturuq, həm oyaq qalırıq. Qədir vaxtı oyaq qalanda müəyyən zikirlər var ki, indi bizim öz səhifəmizdə də elanı veriləcək. Əleyhissalamın qatilinə lənət deməkdir. Özü də bir zikirdir, o gün əməllərindəndir. Tövbələr edilməsidir, namazların qılınmasıdır. Quranla ünsiyyətdir. Allah Taala Qədr gecəsi xüsusilə Quran nazil oldu. İnna ənzəlnahu fi leylətil qədrdir. Buyurur bir yerdə inna ənzəlnahu ileykum. Mən sizə nazil eləmişəm də bu kitabı. Bu kitabla nə etməlisiniz? Ünsiyyət qurmalısınız. Və hətta bir yerdə bu fihi zikrikum. Sizin istəyirsinizsə əbədiləşəsiniz, həmişə xatırlanarsınız. Bu Quranla ünsiyyət qurmalısınız. Fihi zikrikum. Yəni Quranla yalnız yolu Quranla, durandan keçir əbədiləşməyin. Quranın ayələrindən keçir. Quranla ünsiyyətli imamlarla rabitədir və s. ki, Qədir gecəsinin əməllərindəndir. Ramazanın da orucu da oruc öz yerindədir. Hacı, mən sualı tez-tez oxudum. Ola bilər bir şey orada qaçırım. Qədir gecəsində oruç tutulur, yoxsa oyaq qalırlar? Bəlkə də təzə gələn... Həm oruç tutur, həm oyaq qalır. Yox, Qədir gecəsini nəzərdə tutur. Gecədə orucdur ki, sübhdən başlayır. Yəni ki, dedim, onu bilirlər, sübhdən axşama ecə oruç tutur. Bəli, bəli. Amma gecə təbii ki... Gecə yeməyi də yeyə bilər, su da içə bilər. Bəli, bəli. Salamünaleyküm əziz acılarım.